Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Respublika çempionatı U9 liqasında Rofum komandası növbəti oyuna çıxır. Komandanın bugünkü rəqibi Təhsin Respublika İdman Mərkəzinin 8 sayılı yetirmələridir. Oyuna Rofum komandası başladı. Məhəmməd burada yaxşı oynadı. Rəqibin 5 nömrəli oyuncusu top ələ keçirməyə cəhd elədi. Qapıya zərbə vursun, amma bu alınmadı. Rəqibin hücumu davam edir. Qapıya doğru zərbə değildi. Uğur, Abbas, Fatih, Uğur. Riyad top oyunu daxil edir. Fatih'ten top çıxır. Oyunun ilk dəqiqələrində hər iki komandada həyəcan hiss olunur. Rəqibin 8 nömrəli oyuncusu, rəqibin 7 nömrəli oyuncusu topu ələ keçirib. Hücum isə davam edir. Uğur hücumun qarşısını aldı. Məhəmməd, Fatih. Qeyd edək ki, Fatih bu günləri Rofum U9 komandasında ilk oyununu keçirir. Bu ad ötən il sizə tanış idi. Rofum komandasının U8 liqasında Fatih gözəl oyun keçirirdi. Daha sonra Ulduz komandasına keçid elədi. Öz karyerasını Ulduz komandasına davam elədi. Bu ildən isə yenidən Rofum komandasına qayıdıb özünün keçmiş komandası ilə oyunlar artıq bu günlərin bu oyundan etibarən çıxacaq. Biz onun oyununu görəcəyik. Ümid edirik ki, Fatih'dən gözəl qolların da şahidi olmuş olacaq. Fatih 55 nömrəylə oyun keçirir. Aşağı sizə nələr gedir onu sizə tam göstərə bilmirik. Təəssüf olsun ki, burada şərait odur. Məhəmməd top Məhəmməddən çıxır. Təpəyə doğru zərbə. Təhsil 8 komandasının hücumu isə davam edir. İndi isə top altdan daxil edirlər. Məhəmməd, Abbas, Abbasdan gözəl ötürmə, rəqib qəşəng keçdi. Ay. Qapıdan sərbəst zərbə ilə rəqibin qapısı topu daxil edəcək. Məhəmməd. Abbas. Fatih topu ələ keçirmək istəyirdi, amma alınmadı. Fatih. Qapıya doğru zərbə vurmağa imkan verilmədi. Fatih'dən gözəl hərəkətlər. Vur. Eşək. Əla. Riyad rəqibin hücum qarşısını aldı. Riyad top oyunu daxil edəcək altdan.
Abbas. Rofun komandası topu alttan oyuna daxil edir. Uğur top hələ keçirir. İmkan vermir. Bu rəqib çox yaxşı tərəfdən özünü göstərir. Və ilk zərbə gol oldu. Rofun komandası qapısında gol gördü. Təhsil komandası 1, Rofun komandası 0. Oyunun 6-cı dəqiqəsində gol qeydə alınır. Uğur. Abbas. Abbas. İkinciden zərbə. Uğur. Out. Məhəmməd altdan topu onu daxil edir. Fatihə doğru ötürmə. Rofun komandasında oyuncu dəyişikliyi baş verir. Riyad. Məhəmməd. Qapıya doğru geridəki zərbə. Top Rofunlardan çıxır. Ağabala topu daxil edir. Riyad topun qarşısını aldı, hücumun qarşısını aldı. Təhlükənin böyümənin imkan vermədi. Məhəmməd. Riyadın oynadı. Məhəmməd. Ağabala. Out. Out Rofun. Riyad elle oyna işarə edib etiraz edirdi. Sərmə zərbə istəyirdi. Abbasdan qapıya doğru zərbə. Qapının üstündən keçdi top. Ağabala. Arda qapıya doğru zərbə. Top qapının yanından keçdi. Gözəl fikirləşmiş uşaqlar. Bu dəfə alınmadı. Məhəmməd. Abbas. Ağabala. Abbas.
Riyad. Hücum karşısına aldı. Out. Rakibindir. Arda topala kesildi. Çatacak mı topa? Çattı Arda. Abbas geride zerbe. Kapıya doğru zerbe vurdu. Top Abbas'tan. Oyundan terçilir. Yeniden top oyunu terçilir. Alttan Təhsil komandası topu daxil edici oyuna. Götürme. Kapıya doğru zarbə. Burada ise zədələnən oyuncu var. Orofun komandasında topunun üst nahiyesindeydi. Ağabalanın top üst nahiyesindeydi ama her şey yaxşıdır. Ağabala topu ele geçirir. Ona təqdim zərbə vurmağa imkan verilmir. Nəticədə isə top Azacıq qapdan kənar keçdi. Abbas. Abbas topu ele keçirir. Arda'ya ötürmeli mesirdi. Alınmadı. Top Arda'ya gelip çatmadı. Rakip buna imkan vermedi. Rakibin müdafiə xətti çox yaxşı oynayır. Məhəmməd. Abbas, Ağabala. Küzdən zərbə. Məhəmməd. Abbas'a top gelip çatmadı. Arda. Cuma, Abbas yerimizin reisi, Alma. Hareket elinde tutup kendine. Ola. Bir yerde durmuşsun. Ağabala. Out. Ama oyuncu tutukta yerimizin reisi. Ola. Güzel ötürmeydi. Mehmet. Abbas. Küzden zərbə. Güzel ötürmeydi. Kapıya doğru.
Rəqibdən qapıya doğru növbəti zərbə. Zərbə yumşaq oldu və eyni zamanda qeyri-dəyərli oldu. Arda top hələ keçirmək istədi. Dərhal Arda topu Ağabalıya ötürdü. Alt rəqibin. Məhəmməd topu ona daxil edir. Abbas Tuncaya qapıçıya verdi topu. Ağabala top ele geçirdi ama ay. Riyad Arda İndi isə Təhsil 8 komandasının növbəti hücumu izləyəcəkdik ki, bunun qarşısını Profumlar aldı. Out. Ağabala. Ağabala ilerleyince out. Profumların. Bu Profum komandasının oyunda biraz geri değişikliği var. Yəqin ki, fasilədə Mir Salih müəllim öz yetirmələrinə məsləhətlərini verəcək, göstərişlərini verəcək. Hələ ki, ciddi bir gol epizodu yaratmayıb Profumlar. Arda. Out. Təhsil komandası topu oyun daxili cihazdan. Abbas, Ağabala. Geride götürmeler bugün çoktur. Arda. Kapça topara keçirir. Güzel düşünülmüş bir hücum idi. Abbas. Ağabala. Arda topara keçirebilecek mi? Keçirdi hele. Arda. Ardından Ağabala'ya ötürme. Kapıya doğru zərbiyə.
Rəqibin müdafiə xətti buna imkan vermədi zərbənə. Arda. Birinci hissə bitdi. Birinci hissə bitdi. Hücuma imkan verilmədi. Beləliklə, Təhsil və Rofun komandalarının qarşılaşmasında Rofun komandası 1-0 hesabı ilə məğlub durumdadır. İkinci hissədə görüşürüz.